Herkese salmışlar. Bugün dersler bitti. Size ben çalışmaya gerek. Kodu biraz yoktu. Gelin dostlar. Çalışak ki unutmağa. Dostlar bu reklamlar beni bezdirdi artık dostlar. Bir oyuna giremedik lan. Allah'ım. Bu arada indi diyeceğiz ki ne maraksız oyunda. Hiç kim bunu artık oynamır ama dostlar oynayanlar da var. Niye yani? Ya, neyse başlayalım. Gittik. Bu arada teze yüklemişim. O kadar teze yok. Sonuçta teze yüklemişim. Bu arada gece eləyirəm ki, daha tez elə bilib, daha maraqlı olsun. Ama yavaş olanda da biraz insan maraqsız gəlir. Eğer video çok uzatmaq istəyirəm deyə şey eləməyəcəm də, dayandırmayacağım. Öyle. Ki sizə də maraqlı olsun. O götürəmədim. Çok da. Ama. Neyse bu siz neredeydin? Siz burada değilsiniz. Nece size eğlenmeyin diyeyim. Fotoğrafı gidem o taraftan gelir. Çünkü öyle olmadı. Arkadaşın yerde ver diye. Bir defa elədim dost. Ben ya çar işlətdim. Onu eləməyəcəkdim. Bir dəfə işlətdim, onu demirdim dostlar. Neyse. Ничего страшного. Sakitləşin. Yok da ben bir defa işlətdim dediğim şey işlətdim yok bir defa ne bileyim neyse dostlar siz beni cüze almayın. Ne dedim. O ben horoştum. O da gördüm böyle çıkmıştım neyse. Ölürdüm. Ne olur? Bırak bunu götürmedim. Görüşürüz yavaşça tezleşik. Aha. Görüşten de geç oynadım. Ben kurdum ama neyse. O zaman orada bile işletmedim. Ben şey demek istedim ama neyse dedim. Konuşmak lazım değil. Danışmak bir şeymiş. Danışmak bir şeymiş. Aha. Elə sevinəcəkdim açığa çıxdı diye. Aha. Gel biz de bunu oynayalım. Tez ol da. Bilirəm də mən sənə kutu oynayırım ha. Neyse qəribə şeylər deyirsən. Özü tam elədiyim kimi oldu ya. Her şeyde bilmem. Neyse. Evet video getir. Getir. 19:20 ha. Hadi ben de diyorum niye yavaşlandı. Allah, danışmak bir şeymiş. Gelin oynaya size söhbət edeyim dostlar. Mənim bugünləri 3 tane emsom oldu da elə bir kinəcəyim. 3 tane emsom riyaziyyatdan, Azərbaycan dilindən, Rus dilindən. Mən bu arada Rus sektoruyum, Rus dilində bilirəm və 2-ci sinifəm. Hə, eləyirəm də. Bizə də
Sonra müəllim ancaq deyir ki, silən ruçka gətirin. Pozan şey olmaz, qələm olmaz, adi belə ruçka olmaz. Müəllimə deyir ki, gərək silən ruçka gətirin. Mən də gətirmişdim. Bir dənə qız, yox, daha doğrusu müəllimdə yox idi. Bir dənə qız mənə hədiyyə elədi, keçən fəki Emsoda. Daha önce Emsa değil diye şey yazırdı. Sonra bir dəfə müəllimə eşitdi ki, Emso eləyirəm. Müəllimə dedi ki, 4-cü gün olacaktı. 3-cü gün elədim. Dedi ki, mən bugünləri peçatlaya bilirəm. 4-cü gün eləyənmərəm. Sonra biz də elə elədik. Bugün də eləyəndə yazanda riyaziyyatı idi. Onu da var idi. İşte qutardı. Bu da özünün yox idi da dostum verdi. O da şey eləyirəm. Mən də sonra onunki də qutardı oğlanınki. Başladı şey eləməyə. Nərgiz ver, Nərgiz ver. Mən də deyirəm ki, sən özün almalısan da. Sonra müəllimə də gördü. Müəllimə də dedi ki, sən niyə özünə gətirməmisən ki, Nərgizdən istəyirsən. Dedi ki, mənim yoxdur. Sonra müəllimə dedi ki, sən ana, sən öz validəni səndən niyə şeylə baxmır da səndən məşğul olmur. O da işte bilmirəm dedi. Müəllimə dedi ki, necə yəni bilmirsən, nə bilim nə falan filan dedi. Yəni şeydən mən də o dedim ki, mən artıq məndən əl çəkdi, əl çək istəmir. Əl çəkin də, əl çəkin. Hə, mən də daha şey elədim. Dedim ki, bəsdir daha. Dedi ki, kız verdi, bir dənə bunu yazım, yaxla. Bir dəfə verdim, bağışladım, verdim. İkinci dəfə neysə daha balam gətirdi özümə. Mən 15 dəqiqə qalmışdım. 45 dəqiqə verir. Mən elə birinci sualda eləmək istədim amma 9-cu falan 16 sual olur. Mən 9-dayım da daha isə. Hə. Amma daha sonra çatdırdım da. Mən də cəza aldım. Mən də dedim ki, eləyə bilərsən. Hə. Sonra əsəbləşdim falan filan elədim. Bu da o kız da bir paxıldı bir. Mən şey elədim. Elə ki, necə deyim? Mən də dırnaq dərtmişdim. Qardaşımın sinif dostuydum. Mən də eləyəndə elədim. Sonra da bir də çıxıram görüb 1 saat 30 dəqiqə orada qız oturub valideynini gördüm. Valideyni gəlmir. Mən dedim ki, sən niyə buradasan ay qız? Dedi ki, hələ valideynlərim gəlmir. Sonra da daha tamam var ki 2 saat qalmışdı. Mən tamamilə belə desək. Çünki 45'də çıxmışdım. 19.00 verdi. Neyse. Neyse dostlar. Siz eşvəcimizi almayın derdi. Mən ondan bir dənə piçeni istədim. Mənə heç vermədi. Mən də dedim ki, sən niyə mənə piçeni vermədin? Amma dostlar, sizə bir dənə söz deyim. O insan paxıldısa, siz paxıl olmayın. O paxıldı, o insan paxıldı. Biz paxıl olmayaq. O verməsə biz verək. Amma o məndən safetika istədi, verdim. Ondan bir dənə vafl istədim, vermədi. Məndən bir dənə şey istədim. Nə idi onun adı? Şey istədim. Hə, işlətdim da dostlar. Hə. Mən cığalçı deyiləm. Prosta dostlar işlətdim də o qədər getmişəm. Allahım, mən də tupoyum, onu götürəmədim. Hə. Mən ona dedim ki, o da mənə bir dənə şey vermədi də ondan. Sonra mən də dedim ki, yaxşı, verirəm sənə, nə bilim. Ayda mən açan oradan götürmürəm, o gözəl şeydən verir. Əsəbləşirəm dostlar. Hə, qız da elə dedi, nə bilim də. Mən də dedim ki, daha əl çək məndən falan filan. Sonra da neyse yazım gəldi, daha verdim də ona. Ben belə şey, ona da sonra şey istədim, bir dənə konfet vermədi. Paxıl qızdı, paxıl, bir paxıldı bir. Hə, neyse sonra elə belə oldu. Heç vermədim, amma mən paxıllıq eləmədim. O insan olsa demək deyil, siz olmayın, siz də olun.
Ha. Özü itiyle gəllə. Özü tutanmır ki, itini də gətirib. Loxsan deməli, qaqa, mənim problemim deyil. Bu arada mən 5-10 dəqiqə bundan qabaq o təzə videomu paylaşmışam. Üstüne bu videomu paylaşıyorum. Buna da. Ay Allah. Yıkıldı. Ha? Haram belli. Yıkıldı. Neyse. Gözüm bir dakika. Ya da yaxşı bildim. Çok sağ ol, çok. Bu mu daha geçerli? Gel bunu orada seçelim. 3 şapkanı haram. Ben sen istedim dedim. Ne? Bunu giydiler. Ne ettiler? Orada bunlar da kaşarlı. Evet. Allah. Esipleşiyorum lan. Sinirleniyorum. Esipleşiyorum. Zaten kapılarda astım. Ölüm David'e olup dayanmıyordum. Seni istiyordum lan. Sevgilim. Yaksın. Ben oldum. Çok seviyorum ama dostlar bunu. Ben istediğim rahatla bu rahatla verdi. Ben istediğim şeyi bu rahatla verdi. Ne kadar Ferrari, Ferrari'dir belə. Baxın. Daha tez Ferrari'dir. Baxın. Özü bu dalbadallıq eləmə olur. O billərdə olmur. Zig-zag. 6-7 aldı. Getdi. Nə tez. Orada saniye gösterdi. Saniye galiba oldu. Nerede? Yaraştı ya bu. Zorba tuttu oradan bunun skininde olardı. Prosta hoppanmak yoktu. Prosta olardı. Orada şükür eləyin ki dostlar ölmədim. Ama zannettik ki bu tarı. Ama neyse. Allah bu tarafı verirdim. Ölerdim belki. Neyse. Ya da ulduzlardan 6 tane yıkmak lazımdı. Ağzı var. Neyse. Dostlar bir videomuzun daha sonuna geldi. Videomuzu beğendinizse kanalımıza abone olup bir tanesini yırtık 3 tane lazımdı.
Ha. Neyse dostlar bir videomuzun daha sonuna geldi. Videomuzu beğendinizse kanalımıza abone olup like atıp yorum yazıp bildirimleri açmayı unutmayın. Size çok öpürüm, sizi çok seviyorum. Öptüm baba. Bu arada video kısa olsa da yine de bence video beğenip abone olmalısınız. Ve bakışlar çok olur. Ama video like olmur. Abone olmak olmur. Yorum yazmak olmur. Bu nedir? Cemil bir defa yorum yazmıştı. O da evvelki videolarımda. Bu videoda hamımız şerf yazırsınız. Böyle yorumlara yazırsınız. Gözlüyürəm, bekleyirəm dostlar. Sizleri çok seviyorum. Öptüm bay bay. Taşmakla da attım he. Öptüm bay bay.